Salam, hər vaxtınız xeyir olsun. Möhtəşəm bir bağ təqdim edəcəm sizə, eksklüziv olaraq. Möhtəşəm, dəyərli izləyicilərimiz, 12 sot, Mərdəkan. Mərdəkan ərazisidir. Şuvalan da demək olar, amma fakt, yəni sənətdə Mərdəkandır. Şuvalan Gülçülük yolundan qəşəng bir yolu var. Mərdəkandan Ağ evin arxasından da gözəl bir yolu var. Hər tərəfdən bu bağa gəlmək olar. Bir daha sizlərə söyləyirəm, eksklüziv olaraq 12 sotun içərisində inşa olunmuş bu ev bəzi gözəl bir, necə deyək, görüntülərinə görə, proyektinə görə bugünkü gündə eksklüzivdir. Burada yataq otaqları 30 kvadratdan böyükdür. Ən böyük bir üstünlükləri var. Yəni burada müştərilərimiz var ki, bizə deyir ki, 15 kvadrat, 20 kvadratlıq yataq otağı bizə bəs eləmir. Biz istəyirik ki, bizim yataq otaqlarımız 30 kvadrat, 35 kvadrat olsun. Bu evin daxilində, evdə yerləşən yataq otaqları 30 kvadratdan böyükdür. 12 sotdur, ümumi evin yaşayış sahəsi 320 kvadratdır. Qeyri-adi bir proyektə malikdir, çox gözəl, modern, keyfiyyətli. Hasara birləşdirilməyib, tam hasardan ayrıla və keyfiyyətli tikintisi var. Avtomatik olaraq putla təchiz olunmuş darvazası, piyada keçid qapısı. Sol tərəfdə bir maşınlıq jalüz qapısı olan qaraj. Qarajın daxilində kombi aparatı söhbətgaha aiddir. 80 kvadratlıq söhbətgahımız da var. Keçək. Maşallah, çox böyük, geniş bir söhbətgahdır. Buna yay-qış mətbəxi də demək olar. Döşəməsi isti döşəmədir. Yetərin qədər burada oturub qonaq qəbul eləmək olar. Çünki genişliyi çox böyükdür. Bunun daxilində sanitar qovşağı mövcuddur. Həyətdə istifadə eləmək üçün. Ən əsası burada genişlik var. Su hövzəsi, manqal, qaz sobası, bir dənə burada dolablar yoxdur. İnşallah siz özünüzə uyğun olaraq lazım olan dolabları bura alıb yığa bilərsiniz. Dəyərli izləyicilərimiz, hovuz evin qarşısında çox möhtəşəmdir. Hovuzun ölçüləri 5 metrənin 10 metrə olan filtrli hovuzdur. Bir daha söyləyirəm, qeyri-adi bir proyektə malikdir bu ev. Yaşıllığı, işıqlandırması, otaqların böyüklüyü, söhbətgahın böyüklüyü, evin böyüklüyü, ərazinin gözəl olması bugünkü gündə bu evi müştərilərimizə bilirəm ki, sevdirəcək. Evin qiyməti isə bugünkü gündə start olaraq, başlanğıc olaraq 850 min manatdır. Mən istəyirəm Elvin, bu evin hər tərəfini göstərək. İmkan varsa, gedək evin yan hissəsindən bir dənə nə olar, xahiş edirəm, oradan belə fırlan gəl, mən də bu hissədən çıxacam, sənin qarşıya, səni qarşılayacam. Maşallah. Evin texniki otağı, nə pis çıxdın ha Elvin, Burama gedirdin. Yaşıllıq çox genişdir burada. Yəni, ərazi 12 sot olduğu üçün evin böyüklüyü də, tikintisi də çox qəşəng olub. Ola bilər indi hər kəsənin bir proyekti var, kimsə deyə bilər ki, mən bu torpaqda başqa bir ev tikə bilərdim. Amma bugünkü gündə bu ev tikilib və bizi tərəfindən sizlərə təqdim olunur. 12 sot, 350 kvadrat, qiymət isə 850 min startdır. Eksklüzivdir, heç bir səhifədə yoxdur. Bir səhifədə var, o da bizim dostumuzdur. Buyurun, keçək evin daxilinə. Gəlirsən Elvin? Gəl, gəl. Sənə ayrıca evin girişində bir dənə bax belə cam balkonlu bir dəhliz deyək də buna, dəhliz göstərəcəm, geniş. Bax, bu hissədə cam balkondur. Bax, burada da cam balkon var. Ön hissəsi də cam balkondur. Bu hissəsi də cam balkondur. Sonra buradan mətbəxə keçid qapısı var bir dənə əlavə. Bir də ki, evin ümumi giriş qapısı var. Buyurun, keçək. Çox gözəldir evin içərisi. Maşallah, bax.
Sən deyəsən ki, mən kaş evin fasadını buradan götürərdim, hə? Çox qəşəngdir. Genişlik, mən ona görə deyirəm, genişlik. Geniş ev istəyən müştərilərimiz var. Dəhlizimiz geniş olsun. Bax, görün nə genişdir. Maşallah. Qonaq otağı. Hamısı eyni, belə deyim də, qonaq otağı bu genişliyə baxanda biraz balacadır, deyəsiniz balacadır. Amma ki, yataq otaqları belə hamısı, baxın, belədir. 30 kvadratdan yuxarıdır, hamısı. Çox üzr istəyirəm, ora yataq otağıdır. Yataq otağıdır. Qonaq otağı deyirəm, amma qonaq otağı buradır. Geniş, böyük bir qonaq otağı. Görüntüyə bax. Kondisioner var. Bütün pəncərələr hamısı ciflidir. Mətbəx otağı ilə qonaq otağını ayıran cam balkonlu və buzlu şüşəbənd. Buyurun. Bura mətbəx otağıdır. Mətbəx mebeli yığılıb, hər şey qoyulub. Bu hissədə soyuducu və sobalar yığılıb. Mətbəx otağının qonaq otağı ilə və ümumi dəhlizlə öz qapısı var ayrıca. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Yox, özüm belə elədim. Tam mərkəzdə olan ümumi sanitar qovşağını göstər. Ümumi giriş qapı, qonaq otağı, mətbəx, bir yataq otağı, ikinci yataq otağı. Bax, gör nə genişdir. Gəl, üçüncü yataq otağı, 4 yataq otağı var evin daxilində. Maşallah, çox qəşəng deyil mi? Bu ev. Daxilində sanitar qovşağı, 2 yataq otağının özünün sanitar qovşağı var. Bunu yandırmayanda Elvin deyir ki, niyə yandırmamısan güzgüləri? Və sonuncu yataq otağı, 4-cü yataq otağı. Hamısı böyükdür, baxın, hamısı, necə deyərlər, bizdə meydança boyda yataq otaqlarıdır. Çox rahatçılıq var da, yəni böyük yataq otaqları. Və bu yataq otağının da daxilində sanitar qovşağı var. Əziz izləyicilərimiz, təqdimatı bilmirəm necə elədim. Ev o qədər gözəldir ki, o qədər şirindir, o qədər qəşəngdir. Həyət, ev, hamısı. Nə danışdığımı bilmirəm, amma mənə elə gəlir ki, bütün məlumatlar nə var idisə, hamısını sizlərə verdim. Paket kupçadır, ekskluziv olaraq bizim səhifədə sizlərə təqdim olundu. Qiymət 850 min manatdır. İnşallah ki, yaxşı endirim olunacaq. Bəh, 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 bəh. Ay görsənir buradan, gör nə qəşəng görsənir. Təşəkkür edirəm sizə, əziz izləyicilərimiz. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. İnşallah ki, ən gözəl evləri bir-bir çıxardıb sizlərə təqdim edəcəm. Sizlərin də yaxşı evləriniz varsa, keyfiyyətli, gözəl evləriniz varsa, biz çəkməmişiksə bizə müraciət edin, çəkək, müştərilərimizə təqdim edək.